10 gün bundan qabaq 6 manatlıq pul işləmişdim. 1 manat 48 köpək çıxdılar. İndi də dünən də 4 manat pul qazanmışdım. Ondan da gətirirəm yükləyirəm. 4 manat pul atmışdım. İndi gəlib yükləyirəm. Baxın. Bax bura baxın, bura baxın. Bax 1 manat 60 qəpik pul qalıb, düzdür? İndi bax bunu da atıram bura kartı baxın. Bax karta baxın. Bax baxın. Bax baxın. Olmalıdır 5 manat 60 qəpik. İndi baxın. Bax bu da 4 manat. Deməli oldu mənim bax kartımda 4 manat 22 qəpik. Deməli 1 manat 30 qəpik də indi çıxdılar. Bax bu pulu nə ilə qazanıram? Özünüz də görəsiniz, motosikletlə bax qazanıram. Kim mənim haqqımı yeyir, haqq aram olsun. Burnundan gəlsin. Mən onu nə zülümlə qazanıb gətirirəm evə.